Mən indiyə qədər heç nəyi vecinə almayan OKP görməmişəm. Məsələn, təmizlik obsessiyası olan adam deyir, təmizliyə fikir verməsəm, 5 dəfə yumasam, yaxınlarıma, sevdiklərimə nəsə olar, xəstəlik yayılar. Əgər dini cəhətdən obsessiyaları varsa, birdən buralar mundarlanar, birdən qaz açıq qalar, ailəm, evdəkilər boğularlar qazdan. Yəni əslində bunlarda ehtiyat hissi, məsuliyyət hissi səbəb olur ki, get-gedə daha çox gərginləşsinlər və fikir versəniz bu adamlar əslində evlərindən uzaqlaşdıqları zaman obsessiyaları azalır. İnsanlarda adətən mükəmməlçilik kimi problemlər, daha məsuliyyətli olmaq, daha çox özlərinə qarşı günahkarlıq hissini yaşamaq çox görürük. Seansda belə düşüncələrini deməkdən çəkinirlər. Neçə dəfə soruşurlar, siz mənə necə baxacaqsınız, haqqımda nə düşünəcəksiniz və ya qorxuram ki, həyat yoldaşım, yaxın adamım, valideynim elə bilər ki, ağlımı itirmişəm ki, elastiklik əsla bunlarda yoxdur. Hətta adicə birinə şirin bir sözü demək belə yaltaqlıq anlayırlar və ya elə düşünürlər ki, nə hiss eləyirlərsə elə davranmalıdırlar. Elastiklik işləmək də terapiyada çox işə yarayır və eyni zamanda bu fikirləri terapiyada tamamilə gizlətmədən açıq şəkildə psixoloquna demək və bunlarla üzləşmək və CBT metodundan istifadə etmək təbii ki, tamamilə dərmansız şəkildə bu problemi aradan qaldırmaq mümkündür.